İndi isə daha ətraflı təqdim edirik. Böyük qayıdış proqramının icrası davam etdirilir. İşğaldan azad edilən şəhər və kəndlər sürətlə bərpa olunur və sakinlərini qarşılayır. Bugün də doğma yurdlarına qayıdanlar oldu. Xocavənd rayonundan daha 32 ailə ümumilikdə 135 nəfər üçün vətən həsrəti bitdi. Xocavənd növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə rayona 32 ailə olmaqla 135 nəfər qayıdıb. Onların arasında vətənə ilk dəfə ayaq basanlar da var, uzun illərdən sonra yurduna yenidən qayıdanlar da. Xoşdur bizə vətənə qayıtmaq. Belə gözəl hisslər də. Özüm 16 yaşında gəlmişdim, indi nəvələrimlə qayıdıram. Ondan gözəl gün harda var ki? Arzuladığımız, neçə illər arzusunda olduğumuz belə bir torpağımıza, öz evimizə, elimizə, ovamıza gəlməyə çox sevinirəm. Köçüb gəlmişik, indi şəxsən özümüzün evimiz var, öz həyatımız var. Bundan da gözəl gün, gözəl an nə ola bilər ki? Bugün qayıdanlarla birlikdə Xocavənddə evlə təmin olunan ailələrin sayı 66-ya, sakinlərin sayı isə 277-yə çatıb. Xocavənd rayonu ərazisində bərpa işləri, əsaslı təmir işləri davam edir. Xocavənd şəhəri də daxil olmaqla 6 yaşayış məntəqəsinə köç baş tutub. Bu ərazilərə Xocavənd şəhəri, Hadrut Qırmızı Bazar qəsəbəsi və eyni zamanda Sos, Xanoba və Xocavənd kənd aiddir. Rayon ərazisində bərpa əsaslı təmir işləri davam etdikcə elə növbəti köçlər də baş tutacaq. Sakinlərin məskunlaşması üçün rayonda lazımi şərait yaradılıb. Evlər bərpa olunub, yeni infrastruktur qurulub. Nərgiz Orucova, Elgün Qəmbərov, Şahnun Qasımova, ATV xəbər.